Özəl tibb müəssisələrində ixtisaslaşmış həkimlərin qəbullarında ciddi qiymət artımı müşahidə olunur. Xəbərin ünvanının apardığı araşdırmaya əsasən, bu günlərdə bəzi sahələr üzrə həkimlərin ilkin qəbuluna düşmək və müayinə olunmaq sadə vətəndaşlar üçün getdikcə əlçatmaz hala gəlməkdədir. Əldə edilən məlumata görə psixoloqlar hazırda ən yüksək qəbul qiymətləri ilə fərqlənirlər. Bu sahənin mütəxəssisləri pasiyentləri minimum 50 manatdan qəbul etməyə başlayır. Bəzi hallarda isə bu məbləğ 150 manata qədər yüksəlir. Xüsusilə paytaxtda yerləşən premium klinikalarda bu rəqəmlər daha da artmaqda davam edir. Digər ixtisaslar üzrə də qiymətlər heç də az deyil. Belə ki, uroloqların ilkin qəbulu üçün vətəndaşlar orta hesabla 70-100 manat aralığında ödəniş etməli olurlar. Kardioloq müayinələri isə daha yüksək tariflərlə həyata keçirilir. 80 manatdan başlayan bu qiymətlər bəzi klinikalarda 120 manatı belə keçə bilir. Qadın sağlamlığı sahəsində fəaliyyət göstərən ginekoloqların qəbul qiymətləri də əhəmiyyətli dərəcədə bahalaşıb. Statistikaya görə bu sahənin həkimlərinin qəbulu üçün vətəndaşlar minimum 70-100 manat ayırmalıdır. Məsələ ilə bağlı vətəndaşlar sosial şəbəkələrdə narahatlıqlarını ifadə edirlər. Onların fikrincə bu cür yüksək qiymətlər bir çox insanın vaxtında tibbi yardım ala bilməməsinə səbəb olur. Eyni zamanda tibbi xidmətlərin baha olması bir sıra xəstəliklərin vaxtında aşkarlanmasının qarşısını alır. Səhiyyə ekspertləri isə bildirirlər ki, bu qiymət artımı bir çox amillərlə, o cümlədən klinikaların özəl statusu, istifadə edilən texnologiyaların dəyəri və həkimlərin təcrübə səviyyəsi ilə bağlıdır. Bu vəziyyət bir daha ölkədə tibbi xidmətlərin əlçatanlığı və sosial bərabərlik məsələsini gündəmə gətirir. Vətəndaşlar haqlı olaraq sual edirlər ki, əgər sağlamlıq bahalı bir xidmətə çevrilibsə, kasıb təbəqə necə müalicə olunsun?